Salam, hər birinizi xoş gördük əzizləyicilərim. Bugün sobada tərəvəzlərlə kebab hazırlayıram. Bunun üçün əvvəlcə tərəvəzlərimizi yumuşam, doğramışam. Əvvəlcə badımcanları bu cür alabəyəcək soyub, daha sonra doğrayıb, duzlayıb bir kənarda gözlədirik. Sonra ətimizin üzərinə, 1 kilo ətin üzərinə 6-7 dənə soğanı çəkirik maşından. Sonra qarışdırırıq, üzərinə kişniş, şüd və reyhan əlavə edirik. Daha sonra duz əlavə edirik. Artıq bizim kebabımızın əti hazırdır. Sonra əlimizdə bu cür edib, bu gördüyünüz şəkildə kebablar tuturuq. Daha soba üstünə düzürük və kartof, pomidor, biber, badımcan. Bunların hər birindən 4-5 dənə götürmüşəm. Bu cür soba üstünə doğrayıb 3 dənə belə list hazırladım. 1 kilo ətdən 3 dənə belə list hazırladım. 180 dərəcədə bişirdik. Gördüyünüz kimi çox ləzzətli, dadlı bir yemək alındı. Əsr yay yeməkdir. Sizlər də hazırlayın. Bəyəndinizsə like edin, abunə deyilsə abunə olun. Çox sağ olun, təşəkkür edirəm.